tutduğum bu metal pul 1998-ci ilin P işarəli Washington Quarter'dir. Yəni ABŞ-ın 25 sentidir. Hal-hazırda bu ABŞ-da dövriyyədədir və qanuni ödəniş vasitəsidir. Bu videoda dövriyyədə olmuş nümunəni baxışdan keçirəcəyik və onun müxtəlif dərəcələrdə, əsasən də dövriyyədə olmamış, mükəmməl MS dərəcələrində olan variantlarını ABŞ hərrazlarında hansı qiymətə satıldığını öyrənəcəyik. George Washington'ın hörüyünün yanındakı kiçik P işarəsi bu 25 sentin Filadelfiya zərbxanasında döyüldüyünü bildirir. Həmin il üçün Filadelfiyada 896 milyona yaxın kvoter buraxılıb. Planşetin sandviç quruluşu var, yəni üstdən və altdan mis və nikel qatı, orta hissə isə xalis misdir. Çəkisi 5,6 qram, diametri 24,3 mm-dir. 1998-ci il kvoterlərin arxa hissədə qartal dizaynı ilə çıxdığı son il olub. Növbəti illərdən kvoterlər Statehood Quarter Series silsiləsindən olan dizaynla, yəni ştatların əsas simvollarının əks olunduğu dizaynlarla çıxıb. Arxa hissələri fərqli olub. Məndəki nümunənin kənarlarında xüsusilə halqaya yaxın ərazilərdə oksidləşmə izlərini və yaşıl xoşagəlməz patinanın formalaşdığını görmək olur. Bu onun nəmişliklə təmasda olduğunu bildirir. Və belə vəziyyətdə onun eye appeal, yəni xarici görünüşü pisləşdiyindən dəyərinə də təsir edir. Bununla belə dizayn elementləri çox iti döyülüb, aşınma izləri isə çox səthidir. Bu dövriyyədə olmuş çoxsaylı təmas izləri, cızıqları olan nümunədir. Ona görə dəyəri elə üzərindəki nominal qiymət kimi 25 sentdir. Amma dövriyyədə ümumiyyətlə olmamış, zərbxana parlaqlığı qorunub saxlanmış, ideal vəziyyətdə olan nümunələr kifayət qədər yüksək qiymətə satılır. Amma qiymətin 3 rəqəmli olmağı üçün onun MS68 dərəcəsində sertifikatlaşdırılması mütləqdir. Qeyd edim ki, Sheldon şkalasına görə ən yüksək dərəcə 70, ən aşağı isə 1-dir. Məsələn, bu MS68 dərəcəsində olan nümunə Great Collections ərracevində $510, bizim pulla 867 manata satılıb. Bu buraxılışın hərrac rekordu isə 2024-cü ildə qeydə alınıb. Amma bu heç də adi kvoter deyil, bu xətalı 25 sentdir, yəni səhvən 3 dəfə döyülüb. İkinci və üçüncü döyülmədə mərkəzdən qaçma 40% təşkil etdiyindən bu cür ikiləşmə effekti yaranıb. Bu xətalı 1998-ci ilin kvoteri Stax Bowers hərracevində $1440 satılıb. Videonu bəyənməyi unutmayın.